Mənə yazırlar ki, əzilib büzülürəm. Amil Qocayev. Amma Amil, siz çoxdan idi yox idiniz. Sizi gördüm, dedim, ay nə yaxşı dönüş edib yenidən musiqiyə, sənətə, incə sənətə. Yeni ulduz yarışması ilə tanıdıq sizi. Mən də izləyirdim. Ümumiyyətlə o vaxtlar maraqlı idi da yeni ulduz 1, 2, 3, 4. İndi o olsa həmin yeni ulduz heç kim izləməyəcək. O vaxt üçün çox populyar bir veriliş idi. Təbii ki, istinad edən Milli.az xəbər verir ki, müğənni sosial şəbəkələrdə rəqsləri ilə bağlı yazılan tənqidlərə münasibət bildirib. O qeyd edib ki, bəzi izləyicilər onun səhnə hərəkətlərini birmənalı qarşılamır və sərt şərhlər yazırlar. Amil Qocayev bu fikirlərə cavab olaraq xarici məşhur ifaçıları nümunə göstərib. Şərhlərdə mənə yazırlar ki, əzilib büzülürəm. Maraqlıdır, buna niyə belə baxırlar? Mən Tarkanı da, Murad Bozu da sevirəm. Onlar rəqs edəndə isə hamı bəyənir. Təbii ki, müzakirələrə təzədən səbəb olub onun açıqlaması. Amma bəzi insanlar onu dəstəkləyib ki, yəni fikir verməyin bu yazılanlara. Elə mən də deyirəm, siz onlara fikir verməyin. Əsas odur ki, kişi kimi oxuyun, kişi kimi səhnədə qalın, elə kişi kimi də irəli gedin. İnsanları qınamaq olmur. Amil Qocayev. Siz o izləyiciləri qınamayın. Azərbaycanda, belə deyim də, elə bir müəyyən adamlar var ki, kişiləri bilirsiniz də neynirlər? Bir xəstəliyə yoluxdurublar ki, varlı olmaq istəyirsən, imkanlı olmaq istəyirsən, populyar olmaq istəyirsənsə, gey ol, petux ol. Budur. Amma mən inanam, siz həmişə kişi olmusunuz, kişi kimi də davam etdirəcəksiniz sənətinizi. Möhkəm olun.